Salam, bugün fərqli və maraqlı gündəlik rutin videomla qarşınızdayım. Gəlin birlikdə bugünə qədər istifadə etdiyim və ən bəyəndiyim məhsulları da sizlərlə paylaşım. Harmstein üz yuyucusu mənə görə yağlı və problemli dərilər üçün ən gözəllərindən biridir. Nəzərə alsaq ki, mən bütün günü kraskalarla və tozlarla işləyirəm. Dərim həssas olan zaman belə çox sakitləşdirir. Tərkibində çay ağacı ekstraktı var. Sınaqlarla da qəşəng mübarizə aparır. Mardermin kafein serumu. Gözaltı şişlikləriniz, ödəmləriniz olursa, səhərlər yuxudan duranda və ya tündlükləriniz varsa, bu çox yaxşı kömək olacaq. Manuel Koreada viral olan tonerlərdən biridir. Dərini sakitləşdirir və balanslaşdırır, yəni biraz dartılmasına kömək edir. Bir çox videolarda gördüyünüz Centella ampulu, bu ampul dərini həm bərpa edir, həm qızartılıqları aldır və sanki qoruyucu bir səth yaradır üzərinizdə. Əlbəttə ki, dərini nəmləndirmək də çox vacib nüanslardan biridir. La Roche-Posay'ın kremindən mən istifadə edirəm. Yəni qaymaq kimidir desək, doğa doğru olar. Davines'in saç üçün olan maskasını mən saçlarım ən zədələnmiş və yanmış vaxtında kəşf etmişəm deyə bilərəm. Saçlar üçün həm müalicəvi maska kimidir, həm gücləndirir, həm də qidalandırır və parıltılı eləyir, yəni ki, biraz ipək kimi effekt yaradır. Moroccan Oil isə, yəni ki, saçları həm istidən qoruyur, həm də saçların daranmasına kömək olur. Bu məhsulları ən çox sevdiklərimin arasından seçmişəm. Bilin ki, itirməyəsiz. Videonun altında da məhsulların adlarını bir-bir yazacağım. Bu arada saçınıza zədə verməyəcək yumşaq daraqlardan da istifadə etməyi unutmayın. Siz də sizə görə ən bəyəndiyiniz məhsulları yorumlarda yazın. Şərhlərdə görüşək.